2023-cü ilin may ayında fəaliyyətə başlayan Stop Narkotik Az saytı ilk gündən ölkəmizdə tüğyan edən narkomaniyaya qarşı mübarizə kampaniyasına dəstək verməyə qarşısına məqsəd qoymuşdu. Təbii ki, əsas hədəfimiz cəmiyyətdə mövcud olan neqativləri göstərmək və onların həllinə dəstək olmaqla yanaşı, maarifçilik xəttini bir qədər də inkişaf etdirmək, bununla da yeniyetmə və gənclərimizi narkotik bəlasından uzaq tutmaq, onları düzgün istiqamətə yönləndirmək idi. Əlbəttə, son 2 il ərzində bu sahədə gördüyümüz işləri oxucularımızın dəyərləndirilməsi daha düzgün olar. Amma biz də sayt olaraq 2 illik fəaliyyətimizlə bağlı qısaca açıqlama verməyi məqbul hesab etdik. Öncə onu qeyd edək ki, Stop Narkotik Az saytı ölkəmizdə narkomaniyanın və narkotik ticarətinin günbəgün genişləndiyi bir dövrdə fəaliyyətə başladı. Ən üzücüsü isə o idi ki, artıq narkomaniya azyaşlılar, yeniyetmələr arasında da sürətlə yayılırdı. Bunun qarşısını almaq üçün müvafiq rəsmi qurumlar öz imkanlarını səfərbər etmişdilər. Amma əksər narko ekspertlərin də etiraf etdiyi kimi, istər narkomaniya, istərsə də narkotik ticarəti ilə mübarizə yalnız rəsmi qurumların işi deyil. Bu sahədə medianın, eləcə də cəmiyyətin hər bir fərdinin üzərinə böyük yük düşür. Çünki yeniyetmə və gənclərimizi narkotik bəlasından uzaq tutmaq üçün ilk növbədə onlara narkotikin zərərləri haqqında yetərli məlumatlar verilməlidir. Hətta yeri gəldikcə narkomanların acı taleyi də bu və ya digər şəkildə onlara çatdırılmalıdır ki, narkotikə meyilli olan yeniyetmə və gənclərimiz bu bəlaya düçar olacaqları təqdirdə onların sonunun da digərlərindən fərqli olmayacağını dərk etmiş olsunlar. Bir sözlə, narkomaniyaya qarşı mübarizədə ilk addım maarifləndirmə işinin düzgün aparılmasıdır ki, burada da istər valideynin, istər təhsil ocaqlarının, istərsə də medianın üzərinə böyük yük düşür. Nəzərə alsaq ki, hələ də əksər telekanallar və media subyektləri ucuz mövzularla öz tamaşaçı və oxucu auditoriyalarını genişləndirmək istiqamətində fəaliyyət göstərir, cəmiyyətin problemi onları az narahat edir. Deməli, yeniyetmə və gənclərimizi narkotikin fəsadları ilə bağlı maarifləndirmək üçün ayrıca bir platformaya ehtiyacı var idi. Stop Narkotik Az saytı da məhz bu boşluğu doldurmaq üçün fəaliyyət göstərir. Şübhəsiz ölkədə dəhşətli səviyyəyə gəlib çatmış narkomaniya bəlasından qısa müddətə xilas olmaq nəinki hansısa bir media subyektinin, hətta aidiyyəti güc strukturlarının da imkanları xaricindədir. Doğrudur, rəsmi və qeyri-rəsmi səviyyədə bu sahədə son bir neçə il ərzində kifayət qədər böyük işlər görülüb və hazırda da görülməkdədir. Üstəlik təkcə narko tacirlərin həbsi, yeniyetmə və gənclər arasında maarifçilik işinin genişləndirilməsi sahəsində deyil, narkomanların müalicəsi ilə bağlı da az işlər görülməyib. Heç də təsadüfi deyil ki, 3 il əvvələdək Azərbaycanın cəmi 2-3 özəl reabilitasiya mərkəzi mövcud idisə, hazırda onların sayı 160-a yaxındır. O cümlədən kadr sahəsində mövcud olan problemin aradan qaldırılması istiqamətində də dövlət səviyyəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bəs Stop Narkotik Az saytı son 2 il ərzində qarşıya qoyduğu hansı məqsədlərə çatmağa bacarıb? İlk olaraq onu qeyd edək ki, ötən illər ərzində Stop Narkotik Az ailəsi mövcud imkanları daxilində öz fəaliyyət sahəsini daha da genişləndirməyə nail olub. Belə ki, əməkdaşlarımız peşəkar səviyyədə işlənilən yüzlərlə maarifləndirici məqalələr, təhlil yazıları, araşdırma materialları hazırlamaqla müxtəlif sahədə mövcud olan problemlərin həlli yollarını ortaya qoymağa çalışıb. Bundan əlavə, saytımızda bir çox dövlət qurumlarının vəzifəli şəxsləri, millət vəkilləri, tanınmış ziyalılar, narko ekspertlər, narkoloqlar, təhsil ekspertləri, QHT rəhbərləri, psixoloqlar, psixoterapevtlər, sosioloqlar, hüquqşünaslar, ali və orta məktəb müəllimləri, yazıçılar, media qurumlarının rəhbərləri, aktyor və aktrisalar, teatr rəhbərləri və sairə nüfuzlu insanlarla çoxsaylı müsahibələr dərc olunub ki, bunların hər biri minlərlə oxucunun marağına səbəb olub. O cümlədən ölkədə narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə çərçivəsində dövlət qurumlarının, polis idarə və şöbələrinin gündəlik fəaliyyəti izlənərək hər ayın sonunda hesabat xarakterli layihə təqdim olunması da ilk gündən davam edir. Bütün bunlara paralel olaraq saytımızın eyni adlı YouTube internet kanalında nüfuzlu ekspertlərin canlı müsahibələri, narkomanların həyatından bəhs edən verilişlər təqdim olunur ki, bu zaman çoxsaylı mövzuları müzakirəyə çıxarmaqla xüsusilə də yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən uzaq durmağa, onları düzgün istiqamətə yönləndirməyə çalışmışıq. Həmçinin YouTube kanalı ilə yanaşı TikTok kanalında da özəl reabilitasiya mərkəzlərinin rəhbərləri, eləcə də hazırda müalicə olunan pasiyentlər və müalicəsi başa çatmış keçmiş narkomanlarla çoxsaylı video müsahibələr aparılıb ki, bunların hər birində başlıca hədəf ucuz sensasiya yaradaraq IP toplamaq deyil, məhz yeniyetmə və gənclərimizə narkotikin zərərlərini aşılamaq olub. Üstəlik burada yalnız narkomanlarla deyil,
İqramanlıları, içki aludəçiləri, qumarbazlar və digər asılılıq növündən əziyyət çəkən insanlarla maarifləndirici müsahibələr təşkil olunub ki, bu bəlanın hər birinin ayrı-ayrılıqda fəsadlarını cəmiyyətimizə çatdıra bilək. Bu müsahibələrin araşdırma yazılarının, məqalələrin hər birinin geniş oxucu kütləsi toplaması, redaksiyamıza çoxsaylı zənglərin daxil olması və oxucularımızın böyük əksəriyyəti tərəfindən fəaliyyətimizin təqdir olunması bizə əlavə stimul verir. Bu həm də onu deməyə əsas verir ki, ötən 2 ilimiz heç də hədər getməyib. Onu da qeyd edək ki, maarifləndirmə işləri ilə yanaşı, istər dövlət qurumları ilə əlaqələr yaratmaq hesabına, istər də özəl reabilitasiya mərkəzləri ilə danışıqlar aparmaqla Stop Narkotik Aza müraciət edərək kömək istəyən çox sayda narkomanın pulsuz müalicə almasına da dəstək ola bilmişik. Ən başlıcası isə bunları kimsədən təmənna güdmədən, qarşılıq istəmədən, sırf gənclərimizin sağalıb normal həyata qayıtması namin etmişik. Yeri gəlsə bu istiqamətə şəxsi vəsaitimizi də xərcləmişik. Eynilə bundan sonraki fəaliyyətimiz müddətində də cəmiyyətimizə bu və ya digər istiqamətdə faydalı olmağı qarşıya məqsəd qoymuşuq. Hədəfimiz yeniyetmə və gənclərimizin məhvinə yönəlmiş narkotik savaşı dövlətimizin və xalqımızın xeyrinə başa çatanadək bu yolda irəliləməkdir. Son 2 ildə bizimlə bərabər olan oxucularımıza, eləcə də narkotikdən əziyyət çəkən yeniyetmə və gənclərimizin sağalması naminə bizdən öz dəstəyini əsirgəməyən rəsmi və qeyri-rəsmi şəxslərə minnətdarıq.